Hər kəsə salam, kanalımıza xoş gəldiniz. Bizim Nəsən verilişinin iştirakçısı Ceyran xanım canlı yayım zamanı Lalə ilə birlikdə söhbət edib. O söhbət zamanı onu qınayanlardan danışıb. Hələ polis qızına da dalaşdım. Polis qız mənim qolumu sıxdı, mən də onu vurdum. Yəni bax belə şeylər. Söydüm, batırdım ki, sən kimsən? Hələ orada çıxış da eləmişəm. Orada çıxışım da olubdu. Mikrofonu gətirdim mağazinə. Sən də paylaşaydın da bunları. Nə bilim, mən çəkə bilmirəm axı. Elə şeylər, biraz elə video şeylər. Bu qız var. Aytıb getməmişdi səndən, sevimli gəlini. Yox, getmədi də. Nə qədər elədim dedi. Tək getmişdi. Tək özün elə bir zülmünə. Tək canınla da getdin, nəfəsi tapdın orada. Getdim, tapdım. Allah haqqı. Burada deyil, yaxınımızda 100 metr aramızda. Yox, yəni demək istəyirəm, o qədər cəmaatın içindən yəni özünü gözə soxub onu... İnanırsan, mən oraya necə keçdim, onu Allah bilir. Əzildim, sıxıldım, amma dedim gedəcəm, girəcəm ora. Gəldim, geyindim, getdim, mağazinə getmişdim, gördüm ki, cəmaat yığışıbdır. Ondan da qabaq yazıb vurmuşdular ki, orada kim gələcək ora. Bir dənə nəfəsə görə mən getdim ora. Bildim. İnanırsan, mənə də çox söz deyirlər. Ay, gedib düşükdür, ağ bir çəkdir. Məndən yaşlı analar var idi. Orada bir şəhid anası vardı, onunla da nəfəs qucaqladı, onu da öpdü. Mənim yanımda durmuşdu. O da mənlə görüşdü, nə qədər mənlə orada söhbət elədi. Sonra o polis qızın başqa bir polis qız da var idi. Onun anası məni nə qədər qucaqladı, öpdü, şəkil çəkdirdi məndən. Nə qədər adamları. İnanırsan, uşaqlar, tələbələr deyir ki, deyirəm gedin o deyir, Nəfəs xanım oradadır, gedin onunla çəkdirin. Mən buraxır, susuzdan da yanıram. İsti hava, inan ki, ta ölürdüm. İstidən partlayırdı ürəyim ki, bir qurtum su için. Danışa bilmirdim. Uşaqlar yığışıb məni qucaqlayıblar hamısı. Video çəkən, nə bilim, şəkil çəkdirən. Mənə dedilər ki,